vaxtınız xeyir olsun. Hazırda Avropanın İCMW hava tədqiqatları mərkəzinin model proqramlarını yenilənmiş məlumatların təhlilləri ilə tanış oluruq. Kanalda əvvəlcədən də dəfələrlə bildirdiyimiz kimi mart ayının sonları və aprel ayının ilk həftəsi ərzində Qafqazın cənubu Azərbaycan ərazisində havanın temperaturunun çoxillik iqlim göstəriciləri ilə müqayisədə bir xeyli yüksək olması gözlənilir. Yəni xüsusilə də qışdan sonra artıq havanın normal bir vəziyyətdə yavaş-yavaş isinməsi gözlənilirdi. Lakin artıq iqlim dəyişikliyi nəticəsində və qlobal amillər ki var, bu hava şəraitini təsir edən mühüm bir amillər var. Bu amillərdən biri də La Nina proseslərindən El Niño proseslərinə sərt keçiddir. Yəni bu amillərdən biri də bu amildir. Yəni bu prosesin təsirlərindən xüsusilə də Qafqazın cənubu Azərbaycan ərazisində, ümumilikdə Rusiyanın qərbində və Sibirdə, həmçinin Xəzər ölkəsi ölkələrində havanın temperaturunda vaxtından əvvəl yüksəlmə müşahidə edilir. Mart ayının sonları və aprel ayının ilk günlərində Qafqazın cənubu Azərbaycan ərazisində havanın temperaturunun aprelin sonu və may temperaturlarına yaxın olması gözlənilir. Yəni bu o deməkdir ki, güclü istiləşmə nəticəsində demək olar ki, troposfer qatında rütubətin, nəmin vaxtından əvvəl toplanması gözlənilir və bu prosesin təsirlərindən artıq tez-tez Azərbaycanın dağətəyi ərazilərində tez-tez qısa müddətli, lakin intensiv leysan yağışlarının yağması ehtimalı var, dolu yağması ehtimalı var. Və bu proses eyni zamanda mərkəzi aranda və Bakı-Abşeron Sumqayıt ərazisində isə havanın temperaturunun vaxtından əvvəl yüksəlməsi nəticəsində havanın artıq bir qədər tez isinməsi gözlənilir. Bu prosesin bir sıra riskləri var. Risklərdən biri odur ki, Bakı-Abşeron ərazisində havanın vaxtından əvvəl istiləşməsi nəticəsində mərkəzi insanlarda müəyyən narahatlıqların artması ehtimalı var. Eyni zamanda böyük şəhərlərdə, yəni Bakıda, Sumqayıtda havada toz qatının vaxtından əvvəl artması ehtimalı var. Eyni zamanda antisiklonun təsirindən Mərkəzi Asiyadan, yəni Xəzərin xüsusi ilə də qərb sahillərindən, Mərkəzi Asiyadan, Qazaxıstandan, Türkmenistandan, Özbəkistandan quru isti hava axınlarının antisiklonun sağ qolunun təsiri ilə Qafqazın cənubu Azərbaycan ərazisində daxil olması fonunda, yəni quru hava axınları ilə bərabər eyni zamanda bir qədər atmosferdəki tozun da Xəzər dənizinin keçərək Abşeron ərazisində daxil olması gözlənilir. Bu prosesin təsirindən Bakı, Abşeronda və Xəzər dənizinə yaxın şərq rayonlarında havada tozun bir xeyli artması ehtimalı var. Bu da müəyyən meteoroloji insanlarda narahatlıqların artması səbəb olacaq. Eyni zamanda havanın vaxtından əvvəl birdən-birə bu qədər isinməsi xüsusi ilə də təbiətdə erkən oyanmaya səbəb olacaq. Yəni xüsusilə də kənd təsərrüfatı məhsullarının bir qədər zərər görməsi ehtimalı var. Yəni kənd təsərrüfatı bitkilərində vaxtından əvvəl oyanma, eyni zamanda aprel ayının artıq ortalarına doğru isə sərt bir soyunma ehtimalı riski var. Yəni bu sərt soyuq hava dalğası nəticəsində isti hava dalğasından sonra müəyyən kənd təsərrüfatı bitkilərində zərərlərin artması ehtimalı var. Artıq iqlim dəyişikliyi nəticəsində bu kimi proseslər əvvəllər 50 ildə, 70 ildə bir dəfə baş verirdisə, artıq bu proseslər demək olar ki, hər il, hətta ildə bir neçə dəfə baş verməsi gözlənilir. Ümumilikdə bu proseslər daha da geniş olaraq nəzər salsaq biz görərik ki, şimali, mərkəzi və bir qədər də Cənubi Avropa ərazisində orta troposferdə atmosfer təzyiqində mart ayının sonları və aprel ayının ilk günlərində tez-tez azalma gözlənilir. Yəni ekstratropik siklon sistemlərinin və siklonların mərkəzi, cənubi və bir qədər də qərbi Avropada aktiv olması gözlənilir. Bu ekstratropik siklonların sağ qolunun isə davamlı olaraq Afrikanın şimalından həm bir qədər tozlu hava axınlarını, bir qədər də Aralıq dənizinin şərqindən rütubətli hava axınlarını, yəni tropik, subtropik və rütubətli bir qədər də kontinental, yəni qarışıq tipli isti hava dalğasının Qafqazın cənubu Azərbaycan arasında doğru daşınması gözlənilir. Yəni antisiklonun eyni zamanda Mərkəzi Asiyada, Rusiyanın qərbində isə antisiklonun sağ qolunun isti havanı cənubudan və ekstratropik siklonun isə Aralıq dənizindən rütubəti Qafqazın cənubuna daşınması gözlənilir. Yəni burada 2-3 hava axınlarının Qafqazın cənubuna daxil olması fonunda Qafqazın cənubunda mart ayının sonlarında və aprel ayının ilk günlərində mürəkkəb hidrometeoroloji proseslərin tez-tez təkrarlanması ehtimalı var. Yəni bu o deməkdir ki, Azərbaycan arasında ümumilikdə havanın temperaturunda artım müşahidə edilsə də, bu artımın əks təsirləri gözlənilir. Nəticədə Azərbaycanın xüsusilə də
şimal, qərb və cənub-qərb rayonlarında isə dağlıq ərazilərdə bu proses isti havadan sonra qəfildən dəyişkənliyə səbəb olacaq. Yəni tez-tez leysan xarakterli yağışların yağması, dolu yağması ehtimalı var, şimşək çaxması. Yəni dağəti ərazilərdə tez-tez qısa müddət tufanların qopması ehtimalı var. Bu prosesin növbəti təsirləri nəticəsində mart ayının xüsusilə də artıq 26-sı, 27-sindən başlayaraq isə Qafqazın Cənubi Azərbaycan arasında atmosfer təzyiqində bir qədər azalma gözlənilir. Bu o deməkdir ki, Rusiyanın qərbindəki antisiklonun sağ qolunun təsiri ilə isti hava axınlarının Qafqazın cənubuna daşınması müşahidə edilsə də, atmosfer təzyiqinin mart ayının 25-i və 26-sından başlayaraq və 26-sından sonraki tarixlərdə Qafqazın cənubunda tez azalması gözlənilir. Bu da o deməkdir ki, həm troposferin aşağı qatlarında, həm də troposferin orta qatlarında konvektiv aktivliyin bir xeyli artması fonunda tez-tez havada rütubəti, enerjinin artması nəticəsində Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamax, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda eyni zamanda Qazax, Ağstava, Tovuz, Şəmşir, Gəncə, Birgəsibir, Gölcük, Görənbəy ərazilərində və Kiçik Qafqazın Daşkəsən, Gəlibə, Kələbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərur ərazilərində eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Asılı, Yardımlı və Leykin xüsusi ilə də Dağətəyi və Dağlıq kəndlərində gün ərzində mülayim havadan əlavə olaraq hava şəraitinin qısa müddətli, yəni 1-2 saat ərzində kəskin dəyişilməsi ehtimalı var, leysan yağması, dolu yağması ehtimalı var. Artıq bu qısa müddətli dəyişkənliyin isə mart ayının 26 və 27-sindən başlayaraq artıq mərkəzi aranda və başlarla müşahidə edilməsi ehtimalı var. Çünki Aralıq dənizinin şərqindən artıq kifayət qədər intensiv xarakterli topa yağış buludlarının artıq həm mərkəzi arana, həm də Azərbaycanın dağlıq ərazilərinə doğru daşınması nəticəsində Azərbaycan arasında mart ayının 26-27-sindən başlayaraq hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Temperaturda kəskin, ekstremal bir azalma müşahidə edilməsə də, bu proses qısa müddətli leysan xarakterli yağışların yağmasına, Azərbaycan bölgələrində dolu yağmasına və şimşək çaxmasına başlayaraq mart ayının 26-27-sindən başlayaraq havada buludluğun bir xeyli artmasına, arabir yağış yağması səbəb olması gözlənilir. Lakin havanın temperaturunda böyük bir soyuma ehtimalı yoxdur. Çünki həm antisiklonun mərkəzi Asiyaya gətirdiyi isti hava, həm də Aralıq dənizindən daşınan rütubətli və isti havanın təsiri ilə yağıntılarda artım gözlənilir. Lakin bu havanın kəskin soyulmasına səbəb olmayacaq. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhliləri kanalda yayınlanacaq. Avropanın İsyan Dablev Hava Tərəqqatları Mərkəzinin bu modelinə biz baxanda görürük ki, yağıntı parametrlərinin ümumi təhlillərinə əsasən ümumilikdə Azərbaycan arasında mart ayının sonlarında və aprel ayının ilk günlərində havanın temperaturunda bir xeyli artım ehtimalı var. Yəni havanın kifayət qədər mülayim və isti isməsi gözlənilir. Havanın temperaturunda kəskin azalma ehtimalı yoxdur. Lakin sinoptik şərait nəticəsində Aralıq dənizinin şərqindən tez-tez ekstratropik və tropik tipli siklonların Qafqazın Cənubi Azərbaycan arasında tez müdaxiləsi fonunda xüsusi ilə də bu prosesin ən pik dövrü mart ayının 26-sından sonra gözlənilir ki, nəticədə kifayət qədər intensiv xarakterli bir ekstratropik siklon sisteminin təsirindən Qafqazın Cənubi Azərbaycan arasında mart ayının 26 və 27-sində hava şəraitinin kəskin dəyişilməsi, leysan xarakterli yağışların yağması, dolu yağması ehtimalı var. Yəni bu prosesə səbəb isə Aralıq dənizinin şərqindən ekstratropik tipli rütubətli hava axınlarının Qafqazın Cənubi Azərbaycan arasında tez-tez müdaxiləsi gözlənilir. Nəticədə bu prosesin təsirindən xüsusilə də əvvəl Azərbaycanın 25 mart və 26 mart günün birinci yarısında əvvəl Azərbaycanın şimal, qərb və cənub-qərb rayonlarındakı Dağətəyi və Dağlıq kəndlərdə arabir qısa müddətli şimşək çaxması, yağış yağması gözlənilir. Artıq bu proses mart ayının 26-sı günün ikinci yarısından başlayaraq martın 27-si gün ərzində isə bu prosesin kifayət qədər intensivləşməsi gözlənilir. Artıq Aralıq dənizinin şərqindən kifayət qədər intensiv xarakterli ekstratropik siklon sisteminin böyük bir sürətlə, gördüyünüz kimi, böyük bir sürətlə martın 26-sı günün ikinci yarısından başlayaraq Azərbaycanın qərb, cənub-qərb və cənubundan Azərbaycan ərazisinə doğru daxil olması gözlənilir. Nəticədə
hava şəraitinin kəsin dəyişilməsi üçün ümumi bir sınaqlı şəraitin yaranması gözlənir. Yağıntı parametrlərinə biz baxanda bunu müşahidə edirik ki, kifayət qədər intensiv bir yağıntı gözlənir. Çünki troposferin həm aşağı qatlarında, həm də troposferin orta qatlarında bütün növ buludların intensiv inkişafı gözlənir. Xüsusilə də laylı və topa yağış buludlarının intensiv qarşılıqlı şəkildə inkişafı nəticəsində mart ayının 26-sı axşama doğru və 27 mart gün ərzində Azərbaycanın xüsusi ilə də Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda, Naxçıvanda və Cəlilabad Astral ərazilərində, eyni zamanda mərkəzi alandakı yağıntıların qısa müddət ərzində leysan xarakterli, intensiv, güclü, dağıtı ərazilərdə isə lokal, şiddətli olması, dolu yağması, şimşək çaxması və eyni zamanda lokal xarakterli küləklərin güclənməsi ehtimalı var. Küləyin güclənməsi Azərbaycanın bütün ərazilərində müşahidə edilməyəcək. Çünki topa yağış buludlarının keçdiyi əsas intensiv ərazilər Azərbaycanın şimal-qərb, qərb-əcəm rayonları olacaq. Nəticədə Azərbaycanın xüsusilə də dağətəyi və dağlıq kəndlərində, yəni Dağlıq Şirvanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə Qazaxın dağlıq ərazilərində, eyni zamanda Naxçıvanın və Cəlilabad, Yardımlı, Astronun dağ kəndlərində küləklərin güclənməsi ehtimalı var və bu prosesin mart ayının 27-sində, martın 27-ci günün birinci yarısında daha da kəsinləşməsi gözlənilir. Nəticədə yağıntıların da intensiv, güclü və lokal şiddətli olması nəticəsində Azərbaycanın demək olar ki, əksər çaylarında sululuğun artması gözlənilir. Çünki həm leysanın gətirdiyi yağış suları, eyni zamanda yüksək dağlıq ərazilərdə əriyən qar sularının, yağış sularının qaçması fonunda Azərbaycanın əksər dağ sahələrində sululuğun artması, eyni zamanda bəzi çaylarda isə qısa müddət ərzində sel daşqınının müşahidə edilməsi ehtimalı var. Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda və Naxçıvanda eyni zamanda Cəlilabad, Masallı, Yardımlı, Astronun dağ sahələrində xüsusi ilə də sululuqda kəsin artım nəticəsində çay yatağına yaxın olan bəzi tikililərin zərər görməsi ehtimalı var. Bunun üçün də əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə müəyyən qabaqlar tədbirlərin görülməsi vacib sayılır. Eyni zamanda mərkəzi aran ərazisində də martın 27-ci günün birinci yarısında leysan xarakterli yağış nəticəsində bəzi su kanallarında sululuqda artım ehtimalı var. Abşeron və Başdara martın 27-si, martın 26-sı axşama doğru, 27-dən keçən gecə havada buludun artması, martın 27-ci günün birinci yarısında Bakı Abşeronda da kifayət qədər intensiv bir buludluğun artması nəticəsində yağış çaxması, lokal qısa müddətli şimşək çaxması ehtimalı da var. Çünki bu ekstratropik siklonların gətirdiyi hava axınları troposferin orta və aşağı qatlarında enerji ilə bol olur. Yəni həm isti hava dalğası, həm də rütubətin artması fonunda bu yağışla qarışan isti hava axınlarının təsirindən şimşək çaxmasında bir xeyli artım ehtimalı var. Martın 27-si günün ikinci yarısına doğru bu prosesin tədricən zəifləməsi, martın 27-sindən martın 28-dən keçən gecə isə artıq bu prosesin kifayət qədər Azərbaycan arasından uzaqlaşması gözlənilir. Martın 28-ci günün birinci yarısında Azərbaycanın şimal-qərb rayonlarında leysan davam edə bilər, lakin martın 28-ci gün ərzində isə artıq bu yağışların Azərbaycan arasında bir xeyli zəifləməsi gözlənilir. Mart ayının sonları və aprel ayının ilk günlərində havanın temperaturunda yenidən artım ehtimalı var. Bu artım nəticəsində hətta mərkəzi aranda maksimal temperaturun ola bilsin ki, müsbət 25-30 dərəcə qədər. Mərkəzi aranın bəzi ərazilərində isə martın sonu və aprelin əvvəlində havanın temperaturu gün orta saatlarında müsbət 32-34 dərəcə qədər artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanır. Avropanın İlçam Dablev Hava Tədqiqatları Mərkəzinin ümumi olaraq peyk görüntülərinə əsaslanan yaxın günlər ərzində gözlənilən bulud artımı haqqında model analizlərinə əsasən mart ayının xüsusi ilə də artıq sonlarına doğru martın 25-i axşamdan 26 və 27-sində Qafqazın Cənubi Azərbaycan ərazisində troposferin həm aşağı qatlarında, həm də troposferin orta qatlarında rütubətin nəmin bir xeyli artması fonunda kifayət qədər intensiv bir yağışların yağması ehtimalı var. Bu modelə biz ümumi olaraq baxanda görürük ki, xüsusi ilə də Aralıq dənizinin şərqindəki rütubətli yağıntı buludlarının qalıqları mart ayının 25-nə qədər Azərbaycanın dağ eteği kəndlərindən keçəcək. Lakin xüsusilə də mart ayının
26-sı günün ikinci yarısından başlayaraq martın 27-si günün birinci yarısında artıq kifayət qədər intensiv bir topa yağış və laylı yağış buludlarının Qafqazın cənubundan keçməsi gözlənir. Biz bu modelə diqqətlə baxanda bunu görürük ki, kifayət qədər intensiv bir ekstratropik siklonun artıq qatı yağış buludlarının Qafqazın cənubuna daxil olması, Azərbaycana daxil olması martın 26-sı axşamlar 27-ci gün ərzində müşahidə ediləcək. Nəticədə kosmosdan baxanda artıq martın 26-sı axşam və 27-sində 27-ci gün ərzində Azərbaycanda kifayət qədər qatı bir buludların müşahidə edilməsi gözlənir. Yəni o demək ki, buludların kifayət qədər qalınlaşması gözlənir. Bu proses nəticəsində yağıntılar martın 26-sı axşam 27-sində keçən gecə və 27 mart gün ərzində, xüsusən 27 mart günün birinci yarısında yağıntılar Azərbaycanda əksər rayonlarda intensiv leysan xarakterli olacaq, dolu yağa bilər, şimşək çaxa bilər və külələrdə güclənmə gözlənilir. Martın xüsusi ilə də martın artıq 27-si axşama doğru Azərbaycanın əksər rayonlarında yağıntılarda fasilə olacaq, lakin martın xüsusi ilə də 28-ci günün birinci yarısında bu ekstratropik siklonun bir qolu Azərbaycanın şimal-qərb rayonlarında daxil olacaq. Nəticədə martın 28-ci günün birinci yarısında şimal-qərb rayonlarında leysan yağsa da artıq martın 28-ci axşama doğru bu prosesin tamamilə zəifləməsi gözlənir. Artıq iqlim dəyişikliyi nəticəsində havanın temperaturunun artması fonunda troposferin demək olar ki, bütün qatlarında rütubətin, nəmin həm vaxtından əvvəl toplanması müşahidə edilir, həm də intensivləşməsi müşahidə edilir. Rütubətin artması fonunda kifayət qədər tropik, ekstratropik, subtropik tipli yağıntı parametrlərinə uyğun gələn bir hava sistemlərinin formalaşması üçün münbir sinoptik şəraitin artması müşahidə edilir və yaxın günlərdə də bu prosesi aydın şəkildə biz görəcəyik. Martın 26-sı və 27-sində yəni topa yağış buludlarının, laylı yağış buludlarının intensiv inkişafının ən büyük dövrü martın 26-sı və 27-sində olacaq. Martın 28-ci bu proses bir qədər zəifləyəcək. Havanın temperaturunda kəskin bir azalma olmayacaq. Çünki həm Qərbi Sibirdə, Mərkəzi Asiyadakı antisiklonun sağ qolu islah dalğasını gətirəcək, həm də ekstratropik siklonun sol qolu islah axınlarını Qafqazın cənubuna daşısa da, rütubətlə qarışan islah havanın təsirindən havada buludluğun artması, leysan yağışlarının yağması, lakin Dağətəyi və Dağlıq kəndlərdə isə havanın yüksəlməsi nəticəsində dağlarda soyuyan hava doluya səbəb ola bilər, hətta qısa müddətli ağır qara səbəb ola bilər dağlıq kəndlərdə. Lakin mərkəzi Aranlıda və Bakıda isə bu proses şimşək çaxmasına və qısa müddətli leysanın yağmasına səbəb ola bilər. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İsyan WF Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən yaxın 15-20 gün ərzində Qafqazın cənubu Azərbaycan ərazisində havanın temperaturunda kəskin azalma müşahidə edilməsə də, xüsusi ilə də Avropanın şimalından Avropanın mərkəzi cənubu ərazilərinə doğru daşınması gözlənilən ekstratropik siklon sistemlərinin təsirindən Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişilməsi gözlənilir və bu ekstratropik siklon sisteminin sağ qolunun Aralıq dənizindən rütubəti davamlı olaraq Qafqazın cənubu Azərbaycan arasında daşınması, Rusiyanın qərbində isə antisiklonun artıq sol qolunun da Mərkəzi Asiyadan mülayim kontinental isti havanın Qafqazın cənubuna daşınması gözlənilir. Xüsusilə də mart ayının sonları və aprel ayının birinci həftəsi ərzində Qafqazın cənubu Azərbaycan arasında mürəkkəb hidrometeoroloji proseslərin baş verməsi üçün münbir sinoptik şəraitin yaranması ehtimalı var. Mürəkkəb hidrometeoroloji proseslər o deməkdir ki, havanın temperaturunda həm istiləşmə gözlənilir, həm də topa yağış buludlarının intensiv inkişafı fonunda leysan xarakterli, qısa müddətli, lakin güclü yağışların yağması ehtimalı var. Dolu proseslərində artım ehtimalı var. Hətta topa yağış buludlarının intensiv inkişafı müşahidə edilərsə, bu dolunun diametrində kifayət qədər iri dənəli yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Bu modelə ətraflı baxanda biz görürük ki, yəni Avropanın İsyan WF Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin təhlillərinə əsasən həm troposferin orta qatlarındakı antisiklon və siklonların
analizlər aparılır, həm də Trabzon aşağı qatan temperaturlarda ki, analizlər aparılır. Havanın temperaturunun kəskin azalma olmasa da, siklon və antiksiklonların Qafqaz ərazisinə doğru daşıdığı rütubət və istinin qarışması fonunda martın xüsusilə də 26 və 27-sində Qafqazın cənubunda hava şəraitində qısa müddət ərzində dəyişiklik nəticəsində leysanlarda artım ehtimalı var. Eyni zamanda aprel ayının birinci həftəsində də tez-tez ekstratropik tipli siklonların Qafqazın cənubuna keçməsi ehtimalı var. Bu o deməkdir ki, Qafqazın cənubunda havanın temperaturunda həm artım ehtimalı var, həm də leysanlarda artım ehtimalı var. Bu proseslər təhlükəli hidrometeoroloji proseslərə səbəb ola bilər. Çünki troposfer qatında rütubət də artır, enerji də artır, temperatur da artır. Bu kimi parametrlər qısa müddətli, gözlənilməz leysan yağışlarına, doluya səbəb ola bilər. Xüsusilə Azərbaycanın Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvanda, Böyük Qafqazın şimal-şərqində, yəni Quba-Qusar-Xasmaz ərazisində, Qazax-Ağstafa, Tovuz-Şəmşirin, Dağətəyə kəndlərində, eyni zamanda Daşlı, Səngəli və Kərbəzər Uşaqlasının Xankəndi, Zəngəzur, Zəngiləndə, eyni zamanda Naxçıvanın Səlvək, Ordubad, Şahbuz ərazilərində, Dağətəyə kəndlərində və Yarlı, Leriş, Cəlilabad, Masallı, Astaranın dağ kəndlərində də bu proseslərin xüsusilə dağ kəndlərində dolu ilə müşahidə edilməsi ehtimalı var. Aprel ayını artıq ortalığına doğru isə ola bilsin ki, Rusiyanın qərbindən soyuq hava kütləsinin, yəni aprel ayı üçün xarakterik olmayan, mövsüm üçün xarakterik olmayan soyuq havanın aprel ayının ortalarında Qafqazın cənubuna daxil olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İsyan WF Hava Tərəqqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən xüsusilə də mart ayının 26-sı axşama doğru Qafqazın cənubu Azərbaycan ərazisində troposfer qatında, troposferin aşağı və orta qatlarında rütubətin nəmliliyi xeyli artması fonunda topa yağış buludlarının aktiv inkişafı üçün münbir sınaqlı şəraitin yaranması gözlənir. Martın 26-sında 27-dən keçən gecələrdən başlayaraq gördüyünüz kimi ekstratropik siklon sisteminin cənub-qərbdən Azərbaycan ərazisinə doğru daxil olması fonunda Azərbaycan ərazisində hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi gözlənilir. Kəskin dəyişiklik dedikdə havanın temperaturunda kəskin azalma müşahidə edilməyəcək, lakin leysan yağışlarında artım ehtimalı var, doluda artım ehtimalı var. Bu proses xüsusilə də Kiçik Qafqaz ərazisində Daşkəsən, Gədəbəy, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın dağlıq şəhərlərində və Cəlilabad, Masallı, Lənkəran, Astara, Yarımlı və Leriş, eyni zamanda Mərkəzi Aran rayonlarında martın 26-sından 27-dən keçən və 27 günün birinci yarısında leysan xarakterli yağışların yağması, şimşək çaxması, lokal dolu yağması nəticəsində çaylarda sululuqda artım ehtimalı var. Martın 27-si artıq gündüz saatlarında isə bu proseslərin intensivliyi artacaq və bu proses artıq martın 27-si gündüz saatlarında Azərbaycanın Böyük Qafqazın şimal-şərqi və Dağlıq Şirvan və Abşeron arasına doğru daxil olacaq. Mart ayının 27-si gün ərzində Bakıda havada buludluğun artması, yağış yağması, yağışın qısa müddətli intensivləşməsi ehtimalı var, şimşək çaxa bilər. Mart ayının 27-si axşama doğru bu proses Azərbaycanın mərkəzi Aran rayonlarından uzaqlaşacaq, lakin martın 27-si axşama doğru hələ də Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvanda yağış yağa bilər. Martın 28-ci günün birinci yarısında isə bu sistemin bir qolu Azərbaycanın şimal-qərb rayonlarına keçə bilər. Martın 28-ci artıq gündüz saatlarından başlayaraq Azərbaycan arasında hava şəraitinin tədricən sabitləşməsi ehtimalı var, yəni yağıntılar kəsiləcək. Havanın temperaturunda kəskin azalma gözlənilmir, lakin leysan xarakterli yağışın artması fonunda çaylarda sululuqda artım ehtimalı var. Martın ümumilikdə 28-ci gündüz dağlıq ərazilərdə lokal şimşək çaxa bilər. Ümumilikdə havanın temperaturu artması nəticəsində Mərkəzi Aranda və Bakıda günəşli günlərin sayı, günəşli saatların sayı artır, lakin Azərbaycanın Dağətəyə və Dağlıq kəndlərində isə temperaturun artması fonunda konvektiv aktivlik artır. Bu da topa yağış buludlarının lokal xarakterli intensiv inkişafına səbəb olur. Çünki bu proseslərdə səbəb isə Azərbaycanın relyefi mürəkkəb relyefdir. Nəticədə xüsusilə də yaz və yay dövründə Bakıda və Aranda qızmar hisslər müşahidə edilsə də Azərbaycanın dağlıq kəndlərində bu proses gündüz saatlarında qısa müddətli leysanların yağmasına səbəb ola bilir. Bu proseslər ekstratropik siklon sistemləri ilə birləşəndə isə artıq bu yağıntıların daha geniş miqyaslı, daha şiddətli yağması gözləniləndir. Ümumilikdə 2026-cı ilin yaz-yay gürsüzlük dövründə Qafqazın cənubu Azərbaycan ərazisində yağıntıların 2025-ci ilin
yaz-yay dövrü ilə müqayisədə 2026-cı ilin yaz-yay dövründə yağıntılarda bir xeyli artım ehtimalı var. Bu da şirin suyun artması mənasında müsbət amil olsa da, qısa müddətli sel daşqın hadisələrinin müəyyən fəsadlara səbəb olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təlləri yayımlanacaq.